Salam dəyərli vətəndaşlar. Dünənki mövzu ilə bağlı açıqlama vermək istəyirəm. Artıq açıqlama verməyə məcburiyyətindəyəm. Dünən 4 saylı Abşeron daşınmaz əmlakda Fuad müəllimin rəhbərliyi ilə mənə böyük bir mütəşəkkir şəkildə plan quruldu və plan nəticəsində hal-hazırda mənim üzərimə gəlirlər. Demək olar ki, məni istəyirlər özümdən çıxım, intihara təşəbbüs edeyim və yaxud məni ölümdən hədələsinlər və yaxud ölümdən də hədələyirlər. Dünən mənə zorla sənəd imzalamaq istədilər. Mən o sənədləri imzalamadım. Torpaqdan imtina elə, bu sənədləri imzala, sən imzalayacaqsan. Mən imzalamadım. Orxan Əlizadə başımda durub nalayiq söyüşlər söyə-söyə mənə ki, sən onu imzala. Mən onu imzalamadım. Ondan sonra üzərimə bu qazini saldılar. Kənan müəllimdir deyəsən. Mən onu tanımıram. Hətta mən onu videolara çəkmişəm. Özüm videoya çəkmişəm. Deyirəm, qurban sənə, sən məndən nə istəyirsən? Üzərimə saldırdı. Ondan sonra mənim sürücüm gəldi, məni onun əlindən aldı. Durduğu yerdə üzərimə saldırırdı, qışqırırdı, təhqir edirdi. Ondan sonra mən dərhal 102-yə məlumat verdim. Briqadanı tökdülər. Çox təşəkkür edirəm. Briqada gəldi məni içəridən, zaloq saxladı, sonra məni qazi içəridə.